O dərəcədə məşhuram ki, hətta özümün bu məşhurluğun qarşısında bəzən kövrəlirəm. Təbii ki, mənim tarixçi həyatım Azər müəllimin tarixçi həyatı kimi uzun, maraqlı, keşməkeşli deyil. 20 il ümumilikdə mediadayam. Dünyada da dövlətlər yenə dediyim insanlar kimi ortaq maraqları var, ortaq sevgiləri var, ortaq nifrətləri var. Azər müəllim, mən dəyərli fikirləriniz üçün sizə də təşəkkür edirəm. Allah razı olsun. Mən biraz məsələyə fərqli yanaşmaq istərdim. Elə yanlış anlaşılmasın, bu biraz baltalamaq kimi çıxar mövzu. Lap yaxşı. Mən öyrəncəliyəm abi. Yəni yanlış insanların ətrafında olduğumu bilirəm. Daha doğrusu onların mənim ətrafımda olduğunu bilirəm, amma onu onların yanımda saxlamağımın başlıca səbəbi odur ki, mən onların şərrindən qurtulum. Mənə biraz hardasa belə çox məntiqli gəldi. Sonra biraz o demişlər, deyirlər zərbəni görüm də elə bil ki, o tərəfdən bəlkə. O baxır siz yaxını yaxşı görürsüz, uzağı yaxşı görürsüz. Orada çox şey var. Assalamu aleykum və rəhmətullahi bərəkatuhu əziz dostlar. Bu gün biz çox maraqlı mövzu ilə gəlmişik. Ümumiyyətlə hamımızı maraqlandırır ki, dünyada nə baş verir və belə deyək də siyasət və tarix həyatımızın çox böyük hissəsini tutur. Ona görə də bu gün bizim çox dəyərli qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Vaxt itirmədən ilk qonağımız sağdan başlayaq. Azər müəllim, özünüzü təqdim edərsiniz. Salam aleykum, hamınızı salamlayıram. Allah razı olsun, dəvət elədiniz. Bu proyektdə iştirak etmək həm maraqlıdır, həm də ümid edirəm özümüz üçün faydalıdır. Və təbii ki, bu proyektdə Rufiz abimlə bir yerdə iştirak eləmək özü də mənim üçün çox həm maraqlıdır, həm faydalıdır, həm də xoşdur. Mən Hüseynov Azər, 45 yaşım var. Əlhamdülillah bu 45 yaşına gəlib çatmışam bu hadisələrin ziqzaqvari inkişafına baxmayaraq. Bakı Dövlət Universitetini bitirmişəm, Tarix Fakültəsini bitirmişəm 2000-ci ildə. Həyatımın müəyyən bir qismi pedaqoji fəaliyyətlə bağlı olub, müəllim işləmişəm. Bakı Dövlət Universitetinin Tarix Fakültəsində, digər ali məktəblərdə, beynəlxalq münasibətlər fakültələrində, siyasi elmlərdən, tarixdən və digər fənlərdən tədris fəaliyyəti ilə məşğul olmuşam. Eyni zamanda bir ictimai fəaliyyətim də var. Eyni zamanda mətbuatda dünyada baş verən hadisələrlə bağlı, xüsusilə dünyada baş verən, regionumuzda baş verən hadisələrlə bağlı, yəni geosiyasi məsələlərlə əlaqədar olaraq yazdığım şərhləri, verdiyim müsahibələri də görə bilərsiniz. Maşallah. Allah razı olsun. Yəni o dərəcədə məşhuram ki, hətta özümün bu məşhurluğun qarşısında bəzən kövrəlirəm. Gözəl, gözəl. Çox sağ olun, çox sağ olun. Növbəti maraqlı, dadlı qonağımız Rufiz müəllim, ekspert. Buyurun. Salam aleykum, dəvətiniz üçün təşəkkür edirəm. Təbii ki, mənim tarixçi həyatım Azər müəllimin tarixçi həyatı kimi uzun, maraqlı, keşməkeşli deyil. Yaş artıq 50-yə yaxınlaşır. 20 il ümumilikdə mediadayam. Bu 20 ilin 18 ilini İTN İnformasiya Agentliyində müəyyən vəzifələrdə çalışmışam. Bugün orada çalışmaqla yanaşı eyni zamanda özümüzün də mənə məxsus bir media qurumu var, Azərpress Media Agentliyi ki, onun təsisçisiyəm. Yəni belə deyim də mediaçı demək olar, jurnalist olaraq uzun illərdir jurnalistikada fəaliyyət göstərirəm. Zaman-zaman bəzi telekanallarda çıxış edirəm. Yaxın Şərqdə dəfələrlə olmuşam, çox olmuşam. Azər mən bilir azdan çoxdan. Bu qədər. Gözəl, əla. Çox maraqlı ümumiyyətlə deyimlər var ki, mənə məsələn çox düşündürür və belə maraqlandırır ki, deyir, səninlə müharibə edən hər kəs sənin düşmənin deyil. Sənə yardım edən hər kəssə sənin dostun deyil. Düşmənini və dostunu tanı. Düşmənə yaxın ola bilmirsənsə, heç olmasa yaxın olduğu hiss etdir. Çünki deyirlər, dostluğu yaxın saxla, düşməni ondan da yaxın saxla. İndi dünyada fərqli müharibələr, fərqli hadisələr baş verir. İndi ilk sualım o olardı ki, Azər müəllim, dünyada ümumiyyətlə nə baş verir? Məsələnin lap həyəcanlı hissəsindən başladıq. Dünya həmişə aktiv olub. Dünya ümumiyyətlə yaradılışdan bəri insan sevinir, hisslənir, ailə qurmağa cəhd eləyir dəfələrlə, sonra ailə qurur, sonra evlad tərbiyə eləyir. İnsan ümumiyyətlə ictimai münasibətlər sistemində yaşayır.
ictimai münasibətlər sistemində yaşayırsa, insanın xasiyyəti var. Sevincləri var, kədərləri var, sevdiyi şeylər var, sevmədiyi şeylər var. Və insanlar bəzən bu sevdikləri şeylər və nifrət etdikləri şeylərdə bir araya gələ bilirlər və maraqları toqquşa bilir. Dostluq edə bilirlər, düşmənçilik edə bilirlər. Dünya da hal-hazırda bilirik ki, dövlətlərdən ibarətdir. Dövlətlər də sanki insanların modelləridir. Yəni insan təsisatıdır ümumiyyətlə dövlət. Yəni dövlətlə bağlı siyasət nəzəriyyəsində çox böyük fikirlər var, müxtəlif yanaşmalar var. Məsələn, bizim İslami ənənəmizdə dövlətin vacibliyi ilə əlaqədar olaraq iki yanaşma var. Bir yanaşmaya görə dövlət əqli vacibdir, bir yanaşmaya görə nəqli vacibdir. Yəni bunu biraz açsaq belə ifadə edə bilərik ki, dövlət insanlar arasındakı münasibətlərin tənzimlənməsində aparıcı və tənzimləyici rola malikdir, funksiyaya malikdir və bu funksiyanı yerinə yetirəcək başqa bir təsisat varsa, orada dövlətə ehtiyac yoxdur. Amma insan cəmiyyəti böyüdükcə, insan topluluqları böyüdükcə, hələ ki bəşəriyyətin ortaya qoyduğu ən böyük təsisat dövlətdir. Dövlətə yanaşmada, yəni müxtəlif fikirlər, ictimai müqavilə deyirlər dövlətə bəli qism, yəni kütlənin iqtidarlarla imzaladığı müqavilə əsasında öz təhlükəsizliyinin təminatını onlara verir və onun müqabilində də dövlətin qarşısında hüquqi öhdəliklər götürür. Məsələn, biz hərbi xidmətə gedirik, vergi ödəyirik, digər işlərlə məşğuluq. Qarşılıqlı şəkildə bir-birimizlə bir münasibətdəyik. Dünyada da dövlətlər yenə dediyim insanlar kimi ortaq maraqları var, ortaq sevgiləri var, ortaq nifrətləri var, fərqli fikirləri var. Bəli. Qlobal mənada kədərli hadisələr baş verir dünyada məsələ. Hamımızın gözü qabağında neçə müddətdir Qəzzada insanlar, xüsusilə mülki insanlar, savaşla heç bir aidiyyəti olmayan insanlar, yəni əlində silah tutmayan insanlar, evlərində həyatlarını sona verirlər bombaların altında. Bu da bir kədərdir. Amma dünya həmişə belə olacaqdır. Amma bir tərəfdən kədərdən də qıraq bir səbr nümunəsidir elə bil ki. Əlbəttə ki. Bir inanc nümunəsidir, bir imtahan nümunəsidir. Əlbəttə ki. Yəni psixoloji dayanıqlıq nümunəsidir. Bax elə bura gəlməmişdən öncə bir mətbuat orqanlarından birində mənə bununla bağlı sual vermişdilər və bir müsahibəm dərc olundu və mən orada dedim ki, məsələn Qəzza olayları onu göstərdi ki, belə ekstremal hadisələrdə texnoloji üstünlüyə bəzən nə qalib gələ bilir? Psixoloji dayanıqlılıq, mənəvi tutarlılıq və meta hədəflərə malik olmaq, yəni dünya üstü hədəflərə malik olmaq, yəni fizikanı aşan hədəflərə malik olmaq insana bir sıra dayanıqlıqlar verir. Məsələn, Quran ayətində deyildiyi kimi, onlara deyildiyi zaman ki, insanlar yığışıb sizin üstünüzə gəlib, onların imanlarını artırmaqdan başqa bir şey eləmədi. Yəni belə şeylər baş verir. Suriyada bu son hadisələr baş verdi, bildiniz. Yeni hakimiyyət orada artıq bərqərar oldu. Ən azından belə deyək də, biz istəyirik ki, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün bəşəriyyət, insanlıq, xüsusilə də bizim daxil olduğumuz o İslam ümməti ən azı afiyyət, rifah və sakitlik içərisində yaşasın. İnşallah. İnşallah. Təşəkkürlər. Rufiz müəllim, siz ümumiyyətlə bu hadisələrdən belə deyək də nə görürsüz və bu fikirdən də öncə mən belə bir şey deyim ki, yəni biz burada əsas o dünyada baş verən məsələlərdə anlamalıyıq ki, kim nəyi edir və belə deyək də hansı ölkələr hansı tərəf trendləri inkişaf etdirmək istəyir. Çünki bu siyasətdə də hətta olur ki, kim nə vaxt döyüşə biləcəyini və nə vaxt döyüşə bilməyəcəyini anlayanda o qalib gələ bilər. Yəni hansı addımları ha vaxt etmək və hansı tərəfə siyasəti qurmağı bilən ölkələr ondan çox vaxt bir neçə addım qabaq olur və çox vaxt öz hədəflərinə çatır. İndi sizcə dünyada nə baş verir ümumiyyətlə? Dəvətiniz üçün təşəkkür edirəm Azər müəllim. Mən dəyərli fikirləriniz üçün sizə də təşəkkür edirəm. Allah razı olsun. Mən biraz məsələyə fərqli yanaşmaq istərdim. Elə yanlış anlaşılmasın, bu biraz baltalamaq kimi çıxar mövzu. Lap yaxşı. Mən öyrəncəliyəm abi. Mən dostunu yaxın saxla, düşmənini ondan da yaxın saxla fikri ilə qəti razı deyiləm. Əzizim, bizim başda problemlərimiz ondan ibarət ki, biz düşmənə düşmən kimi yanaşmırıq. Dostumuza da dost
dostumuza layiq dəyəri verə bilmirik. Bu mənim fikrimdir. Çox maraqlı Səhv fikirdir. ola bilər. Digər bir tərəfdən mən kiçik bir bəlkə də mövzudan bir kənardır, bir hədis deyəcəm, yəni yanlış anlaşılmasın. Və bu yaxında oxudum. Hətta o da necə oldu? Belə təvafüqən qarşıma çıxdı. Bir dostumuzu tənqid elirdim ki, bax bu yanlışdır, bu yanlışdır. Burada ehtiyatlı ol, burada bu addımın doğru deyil. Dedi ki, mən o insanların, yanlış insanların ətrafında olduğumu bilirəm. Daha doğrusu onların mənim ətrafımda olduğunu bilirəm, amma onu onların yanımda saxlamağımın başlıca səbəbi odur ki, mən onların şərrindən qurtulum. Mənə biraz hardaca belə çox məntiqli gəldi. Sonra biraz o demişlər, deyirlər zərbəni görüm də elə bil ki, o tərəfdən bəlkə. O baxır siz yaxını yaxşı görürsüz, uzağı yaxşı görürsüz. Orada çox şey var. Və bu yaxında elə təxminən 2 gün sonra bir başqa yenə araşdırdıq, gördüm ki, bir hədis var. Orada deyir ki, belə deyir, pisin şərrindən qurtulmaq üçün onun yanında saxlamaq qiyamətin əlamətlərindən biridir. Yəni dostum, yəni bu gerçəkləri əgər biz özümüzü fərqli, mən ümumiyyətlə bir digər bir tərəfdən də bu cahil terminologiyası biraz mənim üçün o da hardasa müzakirə obyekti ola bilər. Yəqin ki, mövzu bu deyil. Çünki insan həm dini yöndən cahil ola bilər, eyni zamanda əgər biz bölsək ki, insani yöndən də adam ola bilər ki, məsələn, çox ciddi əxlaq çatışmamazlığı var. Hə, bütün dini ayinləri yerinə yetirə bilər, o ola bilər, bu, amma sonuc etibarilə görsən ki, adam nə əxlaqsız adam və mən bunu dəfələrlə görmüşəm, əks tərəfdə təbii ki, görmüşəm. Bunun da ədalətli olmaq lazım. Dünyada nələr baş verir? Azər müəllifəsində çox gözəl şəkildə, çox belə lakanik, amma çox dəyərli cümlələrlə izah edir. Yəni, dünyada nələr baş vermir? Sualı önəmlidir. Bugün mən düşünürəm ki, dünyada başlıca problemlərdən, bəlkə də Azər müəllim səhv etməyə imkan verməz. Yanlış olsa anında düzəldir. Çox ciddi lider böhranı var. Bugün ərəb ölkələrinin başlıca problemi, Azər müəllim, bəlkə də siz də razısınız, bəlkə də deyilsiniz. Çox ciddi lider problemi. Bəli, yoxdur onların. Qərbin, baxın, yəni o həddə çatıb ki, Macron kimi loser birisi, yəni gəlir bugün dünyaya bir liderlik iddiasından, Afrikadan qovulur, Yaxın Şərqə gəlir. Yaxın Şərqdə uğursuza uğrayır, Avropada bir lokomotiv missiyasına yüklənməz. Yəni çox ciddi lider problemi var. Mən düşünmürəm ki, bu lider problemi və düşünürəm ki, əslində lider problemi bəlkə də hardadsa planlanmış, belə deyək də, zaman bu həddə gəlib çatdırılmış bir şeydir. Amma gəlin bir şeydə etiraf eləyək ki, bütün bu şeylərin başlıca səbəbi çox ciddi cəhalətdir. Yəni, bu mən dini cəhaləti demirəm. O da ümumi insani cəhalət. Ümumi cəhətdə, yəni, bir cəhalət var dünyada. Cəhalət də belə deyək də, bilməməzlik. Bilməməzlik və yaxud da ki, bilmək istəməm. Yəni, məsələn, adam düşünür ki, orada olan problemlər, belə deyək də, bir Amerikan post beyni var, modern beyni var ki, dünyaya inteqrasiya olunub. Məsələn, orada olan şeydən mənə nə var ki? Yəni, mənə dəymir problem yox. Baxın, mən sizə bir şeylər də deyim. Yəni, bugün biz biraz yenə haşiyə çıxacağım, kusura baxmayın. Jurnalist olunca insan belə danışmalı. Biz haşiyələri dağıtmaq üçün buradayıq. Nə oldu? Bugün siz bilirsiniz, Azərbaycan toplumunda Nizami Gəncəvini tanımayan, ona metro stansiyası deyən gənclərimiz var. Əzim, Nüsrət Kəsəməllini sevə bilərsiniz, sevməyə bilərsiniz Ramiz Rövşəni, amma bunlar Azərbaycan ədəbiyyatında və yüzlərlə bu kimi şəxsiyyətlər çox ciddi iz qoymuş insanlardır. Əgər bugün Azərbaycan gənci Nüsrət Kəsəməlliyə meyxanaçı deyirsə, Zeynalabdin Tağıyev tanımayan insanlar var. Yaxın tarixdən danışaq da. Yəni yüzlərlə bu cür misallar var. Demək ki, biz çox ciddi böhran içindəyik. Yəni ən azı o böhranın belə deyək də kənarında gəzirik. Yəni bunların qarşısı, yəni yanlış anlaşılmasın. Yəni bu mahiyyət etibarilə mən yeni nəsil, köhnə nəslə gətirmək istəmirəm mövzunu, amma reallıq budur. Dünyada bu cürdür Azər müəllim. Siz də bilirsiniz. Yəni dünyanın hər yerində bu problem var. Ərəb toplumunda var. Türkiyədə var, Azərbaycanda var, Rusiyada var. Yəni, səbəblər nə ola bilər bu lider qıtlığında? Səbəblər məncə, mən birinci dediyim, çox ciddi cəhalət var. Bilməməzlik, bəli. İkincisi, burada bir üst beynin zamanlı, belə deyək də, proqramlı şəkildə, planlı şəkildə, uzun illər, bütün bu belə deyək də, bu hadisələri idarə etməsin. Bu mənə görə belədir. Yanlış ola bilər. Yəni mən o yəni insanlar oturur, düşünür ki, necə edək ki,
İnsanlar arasında İnsanlar oturub düşünmür. Bunu bəlli qurumlar oturur düşünür. Bu gün Qərbdə, Azərbaycanda yaşayan bütün millətlərin yaşam tərzini, həyat tərzini öyrənən institutlar var. Sizcə bu nədir? Mən istədiyim nədir? Mədəni cəsusluqdur da. Cəsusluqdur. Bəli. Səhərsi gün həmin toplumu içəridən parçalamaq üçün öyrənilən, onların arasında müxtəlif separat, fərqli fikirlərin yayılması. Bu sadəcə tək Azərbaycanla kifayətlənmir, eyni zamanda Türkiyə ilə deyə bilərik, müxtəlif bölgələrdə deyə bilərik. Ərəb ölkələri ola bilər. Hər bir yerdə bütün bu şeyləri incə-incə, diqqətli öyrənən institutlar var ki, yəni, araşdırma mərkəzləri var. Yetişdirirlər, bəli. Bu fiqurlar gəlir, Bəli. buradan uşaqları götürürlər, aparırlar, dünyanın hər bir yerindən gedir, orada təlimlər keçir və s. Biraz mövzudan çıxır. Onda bu oturmuş Yaxşı bir sistemdir söhbətdir. də. Yəni Yaxşı oturmuş illər söhbətdir. oturmuş sistem. Rufiz abi, o lider məsələsində ən yaxşı məktəb, indi məni tanıyanlar, az çox efirlərdə görənlər, toylarda mənim dəhşətli və möhtəşəm çıxışlarımı izləyib belə bayılan dostlarımız, qardaşlarımız, təbii bunlar hamısı zarafatdır. Ən yaxşı təcrübə məhəllə təcrübəsidir. Xalqın içində olmaq məsələsi. Bəli. Misal, bu günlərim Türkiyənin liderinin, məsələ Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə, siyasi düşüncəsinə, yanaşmalarına fərqli yanaşa bilərik. Doğru. Çox fərqli yanaşmalar məndən də Türkiyə sadir mövzusunda olur. da Amma fərqlidir. Amma abi, adamın bugün xarizmatik tərəflərinin əsas səbəblərindən biri məhəllədə yetişməsidir. Aha. Baxın, mən belə Biz bildiyimiz məhəllədən söhbət gedir, yoxsa bəli, hardakı döyülürsən, hardakı məhəllənin uşaqları ilə futbol oynayırsan, hardakı o məhəllə, həyət, məktəb, ali məktəb, hərbi xidmət və digər insanın həyat aşamaları mərhələləri, bəli. İnsanlıq tipajını ortaya çıxardır. Sən birinci olmaq iqtidarında olan bir insansanmı bir çevrədə, ikinci olmaq, yoxsa kütlənin məsuliyyətli bir üzvü olmaq iqtidarında bir insansanmı? Mən ona görə bizim xüsusilə dindar və mühafizəkar camiyanın cavanlarına deyirəm ki, həmişə oturanda, duranda, məhəllə təcrübəsi, yəni steril mühitdən çıxmaq lazımdır. İnsan qaynayıb qaynaşmaq lazımdır, belə bir sözlə, belə deyək də. Bəli, qaynayıb amma qarışmamaq lazımdır. Çünki qarışanda kimliyini itirirsən, amma qaynayanda yaxşı olursan, fikir mübadiləsi falan edirsən abisi. Bax, insan ya ictimai istedadlı doğulur. Yəni bu nə deməkdir? Ya insan yaradılışdan ünsiyyətçil doğula bilir, insan yaradılışdan insanları bir yerə yığan tip olaraq doğula bilir. Bir çevrədə yaxşı mənada yönləndirici kimi doğula bilir. Liderlik xüsusiyyətləri ola bilər. Ola bilər insan normal statistik doğulur, amma yaxşı ata-ananın yanında yetişir, yaxşı əmidən götürür, dayıdan götürür, yaxşı tərbiyə, yaxşı dostları olur, yaxşı yoldaşları olur. İkinci yaxşı ailəsi olur ola bilər. Yəni məsələ baxır ki, atası, dayısı, əmisi oturuşunu, duruşunu biləndir. Məhəllədə, həyətdə, kənddə, kəsəkdə, yolda, izdə onun işindən, gücündən asılı olmayaraq insanlar ona hörmət eləyir. O baxır ki, bu necə oturdu, gəldi bir məclisdə, necə oturdu. Məsələ gələndə birinci kimə salam verdi falan. Ya da 3 yaxşı dostlardan görüb götürə bilir. İndi mən bütün bu məsələləri gətirib çıxardacağam nəyə? Musa əleyhissalamın təcrübəsinə. Əleyhissalam. Musa əleyhissalam peyğəmbərlik öncəsi bir aşamadan keçir. Şüeyb əleyhissalamın yanına gəlir. Axtarışda olan, qovulmuş olan, iş axtaran, Rabbi inni limə anzaltə ileyhi min xeyrin fəqir duasını eləyən Musa əleyhissalam, Şüeyb əleyhissalam. Şüeyb əleyhissalam kimdir? Ağsaqqal bir kişidir. Həm peyğəmbərdir, həm də yaxşı bir kişidir. İffətli 2 qız böyüdüb. Quran deyir, iffətli 2 qız böyüdüb. Gəlir onun yanına, oturur, o da ona deyir ki, bizim bir dostumuz var, Faiq müəllim, onun tez-tez ayətdən iqtibas elədiyi sözdür, lə təxaf, qorxma. Ona deyir ki, şey beləsən, deyir, qorxma. Yəni, deyir ki, mənlə 8 il qalacaqsan, istəsən 10 il elə.
artırarıq bunu. Yəni mənimlə oturacaqsan, duracaqsan, bir oturub durmağı öyrənəcəksən, bir Məktəb danışmağı keçəcəksən. öyrənəcəksən, bir qohumla, qonşu ilə. Məsələ mən indi bu Musa əleyhissalam misalından çıxım, gəlim öz misalımıza. Bir qonşudakı nə bilim Fatma xalaya, Fatma xala salam, nətərsiz, nə var, nə uşaqlar, necədir demək öyrənəcəksən. Məsələ və yaxud da ki bir dostuna ki, qardaş nətərsən, belə interesi görsənsən, axır vaxtı belə həyəcanlısan falan. İnsanların hisslərini öyrənəcəksən, duyğularını öyrənəcəksən, yaxşı xitab eləməyi öyrənəcəksən. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu. Yaxşı danışmağı öyrənəcəksən. Möminlər o kəslərdir ki, sözün yaxşısına çox qulaq asır, amma gözəlinə uyarlar. Elə deyilmi? Yəni bütün bu xüsusiyyətləri öyrənəcəksən və bunun üzərinə də imkan olanda biraz da intellektual birikim, savad qoyacaqsan. Yəni ki, mütəxəssis olaraq yetişəsən. Ki sən lider olaraq yetişəsən, insan olaraq yetişəsən. Yəni ancaq kitablarla insan lider ola bilməz. Təbii ki, olmaz. Mən məsələ o kateqoriya insanlardanam ki, 2000 ildən bir nəsə fiziki iş görərəm məsələ. Yəni mən Bruce Lee-nin kitabını oxusam dərhal şpaqat aça bilmərəm, yəni və yaxud da ki istənilən adamı vurub aşıra bilmərəm, mümkün bir şey deyil. Yəni mən o qorxuları, hissləri yaşamalıyam, çölə çıxmalıyam, gözləməliyəm ki, bu kamerada mənə kakraz baxır, oradan kimsə mənə gözləmədiyim anda bir zərbə var, o həyəcanı yaşamalıyam ki, məndə praktik bir hazır və o dediyiniz kimi o liderlər bir aşamada yetişir də. Yəni məsələ siz Azərbaycan dövlət başçısını misal gətirdiniz. Azərbaycan dövlət başçısı həm siyasi savadı olan və siyasi təcrübəsi olan bir ailədə anadan olub, həm də bu proseslərdə müxtəlif aşamaları keçib və o 44 günlük savaşda bütün o birikimi ilə xalqını öz arxasında toplaya bilib, savaşıb və qalib gələ bilibdir. Yəni bu nümunələri əslində biz praktikamıza gətirməliyik. Ərəb dünyasında, müsəlman ölkələrinin digərlərində lider çatışmazlığının əsas səbəblərindən biri nədir? Toplumdan qopuq olmaq. Bir də bir şey var abi. Müsəlman dünyasının beyni daha çox dinidir. Dini beyində məhəllədən çox uzaq düşübdür. İnsanlarla olmaz. Məsələn, o steril fetvalar var. Məsələn, deyir ki, birinin o yaxın qohumunu döyürlər, xuliqanlar deyir ki, bu da çox steril mühitdə böyümüş adamdır. Çox belə davadalaş görməmiş adamdır. Deyir ki, deyəsən atasını döyürlər. Deyir, ata gəl düşək, mən onların cavablarını verəcəm. Yaxınlaşır, deyir ki, siz mi mənim atamı döymüşsünüz? Onlar deyir ki, hər deyir ki, bəs cəsarətiniz var, bir də vurun. Bu da bir dənə də bunun yanında belə gözləmədiyi anda atasını vurur. Görür ki, deyir, ata deyir, bunlar deyir, heç ictimai münasibətləri, mədəniyyəti bilməyən adamlardır. Gəl çıxaq gedir. Olan da atı yoldur, yəni. İndi qardaş, bunlar hamısı nəyin göstəricisidir? Yəni, ancaq nəzəri şeylərlə olmaz. Həyatın özü məhəllədir. Bu verilişdə, söhbətə başlamamışdan əvvəl mən abimə sual verdim ki, abi sənin ərəbcəndəki irəliləyiş nə ilə bağlı? Dedi məhəllədən. Yox, dedi məhəllədən. Dedi məhəllədən. Mən daha çox məndən soruşurlar ki, sən belə təbii ərəbcə danışırsan. Niyə? Çünki dil hansı dildir? Dil, məsələn, mən bu dəqiqə sizlə belə çox belə desəm ki, bilirsinizmi? Transendental fəlsəfənin spesifik, spekulativ belə danışsam, siz deyəcəksiniz, sən Allah bu qutarsaydı yaxşı olardı. Dil hansı dildir? Dil məhəllənin dilidir. Yaxın olan bir şey. Təcrübə də elədir. Bu qədər, yəni ona görə biz məhəlləyə enməyimiz yaxşıdır. Təcrübə, o bayaqki nümunələr, fərqli nümunələr insan yaşayaraq öyrənir də. Bəli. Böylərək öyrənir desək daha yaxşı olar. İndi bir nümunələrdən də mən demək istəyirəm. Bu tarixi oxuyan, belə deyək də, bilir ki, çox böyük öndər olub, lider olub. O da Allah rəhmət eləsin Salahuddin Əyyubidir. O zaman Qüdsü mühasirəyə alanda Haçlılara bildirir ki, onlara dəyməyəcək və onlardan qisas almayacaq. Halbuki Haçlılar Qüdsü işğal eləyəndə oranı, yəni müsəlmanları qan içində boğmuşdular. Haçlılar əlbəttə ki, inanmadılar və dedilər ki, biz bu qədər müsəlmanı öldürmüşük. Sən necə bizi əff edə bilərsən?
O deyir ki, mən sizə belə deyək də, məna olaraq Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin necə ki onu Məkkədən qovdular, ondan müharibə etdilər, amma o Məkkəni yenidən fəth eləyəndə onları əfv edir. Deyir, ondan artığını etməyəcəm. Deyir, mən Uxaçlılar kimi deyiləm. Mən Salahuddinəm. Bu da bizə böyük bir, elə bil ki, tarixi bir nümunədir və növbəti sualıma keçmək istəyirəm açığı. Ümumiyyətlə, tarix bizə öyrədir. Müsəlmanların da bir icmal tarixi var və uğurlu siyasət nümunələri var. Rufiz müəllim, bu barədə bir danışardıq. Valla mən əslində tarix biraz mənim hal-hazırda tarixdən danışmağım yaxşı olmazdı. İstərdim o tarix mövzusunda Azər müəllim danışsın. Estağfurullah. Belə bir şey var da, yəni mən başladığım zaman müsəlmanların toplumdan müsəlman dediyimiz zaman özlərini dindar, mühafizəkar təbəqə kimi tərənnüm edən və o təbəqəni deyirəm ki, bunlar tarixindən, nəinki tarixindən, dövlətindən, toplumundan, məhəlləsindən, ictimai fəaliyyətdən və s. çox qopuq insanlardır. Hamısı yox təbii ki, Azər müəllim. Bəli. Amma faiz nisbəti ilə götürsək, bu əhalinin, o dindar təbəqənin ən azı %90% nə keçmişdən, nə bugündən, nə oradan, nə buradan ibtidai bilgilərə belə sahib deyillər. Yəni bu bir gerçəkdir. Bu baxımdan bəli, İslam tarixində və modern İslam tarixində də, yəni bilirsiniz problem nədir? Baxın, biz həmişə misal gətirdiyimiz zaman biz həmişə çalışırıq ki, keçmişdən tarix. Mənim dədəm, mənim atam, mənim orada. Qardaş, sən atan, dədən, Allah razı olsun. Hamısı, yəni bu yaxşı kişilər olmasına heç kimin şübhəsi yoxdur. Sən özün nəsən? Bax, bu sualı əgər biz dindar təbəqə kimi və yaxud da ki, sıradan bir vətəndaş kimi öz qabağımıza qoyub hədəflər müəyyən etsək, bax, biz bəncə ciddi nailiyyətlər əldə edə biləcəyik. Ən zəif toplumlar həmişə tarixi ilə fəxr eləyən toplumlardır. Çünki mən bugün heç bir şey eləyəm, amma bilirsiniz, biz müsəlman olaraq filan vaxtı feşman. Əzizim, sən bugün hardasan? Biz bugün, əgər ümmət konsepsiyasından yanaşırıqsa məsələyə, bugün biz hardayıq əzizim? Bugün nə kimi nailiyyətlər eləmişik? Biz bugün dünyada baş verən proseslərə nə kimi təsir eləyə bilirik? Yoxsa biz dünyada baş verən əsas oyunçuların sadəcə fiqurları olaraq hərəkət edirik. Yəni bunu bilmək lazımdır. Dünyada çox şey baş verir. Yəni özəlliklə mən istədiyim, baxın, Sovetlər İttifaqının, Azər müəllim, yanlışım olsa Estağfurullah abi, estağfurullah. SSR-nin dağılmasından bu yana xüsusən də belə deyək də 11 sentyabr hadisələrindən, belə deyək də bu əsas açar hadisələr demək olar da. SSR-nin dağılması, 11 sentyabr hadisələri, Sovetlərin, nə bilim, o müharibə. Yəni bundan sonra dünya çox fərqli bir dünyadır. Coviddən sonra bir dünya başqadır. Suriyanın Bəşər Əsəd rejiminin çökməsindən sonra bir başqa gerçək olacaq. Yəni əgər biz düşünürük ki, dünya stabil olaraq qalacaqsa və biz bu stabiliyin içində ümidlərimizi yelkən eləyib belə gələcəyə gedəcəksə, bu olmayacaq. Yox, əlbəttə ki. Yəni bizim, baxın, mən kiçik bir misal çəkmək istəyirəm, kusura baxmayın, bu mövzudan mövzu çıxır. Bugün Suriyada yaxın şərqin bütün gələcəyini dəyişdirən hadisələr baş verir. Buna müxtəlif cür yanaşmaq olar. Bəli. Burada yenə deyirəm, biz Azər müəllimlə bu məsələdə fərqli mövqelərdən çıxış edirik, amma bu bizi zəngin eləyən bir düşüncədir. Mən Suriya məsələsinə və Azərbaycan prezidentinin açıqlaması vardı. Biz Türkiyədən Suriyanın istiqrarını, orada inşaat işlərinə və s. yəni bərpa etməyə hazırıq. Sual, bizim Suriyada nə işimiz var? Bax, bu sualı verən beyin, gündəmə gətirən beyin, əslində belə deyək də metastaz vermiş beyin. Heç kim inciməsin. Sabah özü o halda kömək edə bilir. Kömək istəməyəcək. Deyirəm nə istəyir. Baxın, Suriya Əsəd rejimi dönəmində ən azından hər şey qoyuram qırağa, İrançı meyllər, terrorizm, baxın, Asalanın Türk, Azərbaycan düşmənçiliyi üzərində ideologiya quran, Azərbaycanın əleyhinə terrorizm, orada belə deyək də muzlu döyüşçülərin yerləşdirildiyi bazalardan biri idi, düzdürmü? Bu bazanın məhv olması əslində bu cür yanaşmaq lazımdır. Məsələ, yəni
Sənin Suriya kimi çox ciddi təhlükə olan bir ölkə artıq bugün, bəli, orada da başqa sıxıntılar var, ayrı bir sıxıntılar, zaten mövzumuz bu deyil. Bəli. Suriya mövzusu deyil, amma bu dağılıb. Bunu Niyə biz orada olmayaq? Niyə biz orada olmayaq? Niyə mən orada öz maraqlarımı gücləndirməyim? Niyə mənim siyasətim məsələn yalnız İran üzərindən olmalıdır, Türkiyə üzərindən olmalıdır və ya məsəl üçün niyə mən bir çox məsələlərə bu 3 dövlət, İran, İsrail, 4 dövlət, İran, İsrail, Türkiyə, Rusiya formatından yanaşmalıyam? Niyə mənim bu məsələdə müstəqil siyasətim olmalı deyil? Zaten var o müstəqil siyasət, amma yəni bugün bunu əhali o dindar təbəqənin bir çox qismi, belə deyək, digər sıravi vətəndaşlar sadəcə olaraq dərk edə bilmirlər. Çünki ərəblərin bir misalı vardır. İnsanu aduvu ma yəçəl. İnsan da bilmədiyinin düşmənidir. Suriya çox önəmlidir, Livan çox önəmlidir. Bizim üçün yaxın şərqlə bizim aramızda bir tək İran var. Bunu bilirsiniz? Çox yaxınıq biz şərqə. Biz bizim bir ad çəkmirəm reklam olacaq bir layihəmiz var. O layihənin zaten sloqanı ən yaxın şərq idi. İndi azdan ən yaxın şərq. Yaxın şərq bizə düşündüyümüzdən də çox yaxındır. Yaxın şərqdə baş verən hadisələr Azərbaycanın özünü biraz da böyük düşünsəz biz elə biz elə özümüz də bir yaxın şərq. Biz yaxın şərq. Bizim tarixi, mədəni əlaqələrimiz olub, var. Bizim tarixə yanaşmamız, mən yenə özümün qeyri-spesifik misallarımdan verim də. Molla Nəsrəddin Uzunqulağından yıxılır. Deyir ki, deyir cavanlıq. Sonra sağa baxır, sola baxır, görür ki, heç kim yoxdur. Deyir, cavanlıqda da bir şey deyildim. Bizim bəzən tarixə baxış tərzlərimiz belədir. Bəli, bizim yaxşı nümunələrimiz var falan, doğrudur. Amma bunu tarixə belə baxış açısı olanda Molla Nəsrəddinin digər bir təklifi üzə çıxır. Molla Nəsrəddin gecə həyat yoldaşına deyir ki, qalx deyir. Qalx deyir, qələmlə kağız gətir. Bəs mən İlham Pərim gəlibdim, mən şeir yazacam da. Yazıq arvadda durur, o vaxtda indiki kimi şalkavoy ruska yox, bir şey yox, kağızda bulaşan, şam ışığında kağızı zadı gətirir, qoyur bu mollanın qabağına ki, yaz. Molla düşünür, deyir ki, qılınc kimi kəsirdi şaxta, bülbül cəhcəh vururdu budaqda. Arvad da deyir ki, ay kişi, qılınc kimi şaxtada, bülbül budaqda nətər cəhcəh vura bilər də. Deyir, o nə dəxil var, əsas qafiyəsi tutur ki. Yəni, tarixə elə baxanda təklif də belə olur. Amma tarix Allah Teala deyir ki, fanzur keyfə kənə aqibətül müxtəlif formalarda. Gəzin, görün, yalayanlar, bəli. Tarixə baxıb, məsələn, Salahiddin niyə nümunə verilir, ay Süleyman qardaşım? Salahiddinlər məsələyə nətər baxdılar? Onlar dedilər ki, Qüds işğal olunub, eləmi? Hansı ki, İsra surəsinə görə Allah Teala Qüdsün hökmranlığını artıq Rasulullah aleyhissalatu vesselama iman edən bir topluma verib. Bu Qüds işğal olunub. İşğal olunduqdan sonra, işğal olma prosesində oradakı müsəlmanlar qətlə yetirilib, öldürülübdür. 3 müqəddəsatdan birisidir. Çox acınacaqlı bir tarix var orada, bəli. Bəli. Rasulullah aleyhissalatu vesselam deyir ki, atlar yalnız 3 yeri ziyarət etmək üçün yəhərlənər, onlardan da biri Qüdsdür. Yəni, bütün gətirdi o dini həyata və baxdı ki, orada oturan xaçlılar neyinir? Müsəlmanlara zülm edir. Nə ki, müsəlmanlara zülm edir? Öz məzhəblərindən olmayan xristiyanlara zülm edir. Və nədir bu yad elementdir? Necə oxşardı bugünkü mənzərələrə? Fransadan, Almaniyadan, İtaliyadan, nə bilim, o başında parabolik antenaya bənzər... Bugün Livana Makron gəlir. Bizim şeydə qoyduğumuz krosnolara bənzər şeylər qoyan o qaqaşlar fetva verib, Avropanın o gigiyenadan, nə bilim, yuyunmaqdan xəbəri olmayan, nə bilim, arada bir öz arvadından da xəbəri olmayan böyük bir kütləsi yığışıb gəlib ki, biz İsa Aleyhisselamın burada qutaracağıq və Qüdsü işğal ediblər və buranın minillik mədəniyyətinə uzaq olan elementlər burada peyda olub və burada yeni bir düzən qurublar. Puzzle dağıdıblar. Yəni, indiyənə kimi buranın xalqlarının, insanlarının formalaşdırdığı, düzdüyü, qoşduğu bir mədəniyyəti, kültürü dağıdıblar və o dağıdıcı mərkəz də burada durur. Bunun ləğvi olmadan və Qüds müsəlmanlara qayıtmadan
puzzle öz tamamlanmayacaqdır və Səlahiddin həm də Nurəddin Zəngi kimi bir oğlanın yanında böyümüşdü. Bəli. O buna öyrətmişdi. O buna dərdi ötürmüşdü. Bax qardaş. Hərdən məsələ biz dindar ailələrikdə bizim böyük qayğılarımızdan da biri nədir? Dindarlığı evladlarımıza yansıda bilmək. Bunu çox qayğılanırıq hamımız. Niyə bilərik də? Çünki istəyirik ki, onlar da dindar olsunlar. Və bəzi hallarda mən özümü misal verirəm, heç kimi misal vermirəm. Məsələ, evlad mənim nə ilə dərdləndiyimi görüb, məsələ, baxır da mən nə ilə dərdlənirəm. Məsələ, gündə hər gün nə ilə məşğulam, nə işlər görürəm. Mənim əsas qayğım nədir? Mən hansı dərdi evladıma ötürürəm? Qayğını, arzunu, hədəfi. Məsələ, o görəndə ki, mənim məsələ düşünürəm ki, yaxşı olardı bir dənə bu ildə şeyi dəyişərdik, miniyi dəyişərdik, ya bilim, belə eləyərdik. Bu görür ki, mənim ən maksimal hədəflərim yəni ondan ibarətdir ki, daha yaxşı aksesuar dəyişim, da eləmi? Amma o görəndə ki, yox, dərdi ötürürsən də ona, qayğını ötürürsən. Nurəddin Zəngi qüds dərdini ötürmüşdü Səlahiddin Əyyubiyə. Ki, qüds müsəlmanlarda deyil. Və Səlahiddin Əyyubi də bütün Səlahiddin sizə bir dənə də misal vereyim. Səlahiddin Əyyubinin bilirsiniz də dindarlığına qədər də bir həyat tərzi olurdu. Ümumiyyətlə, çox maraqlı bir nüansdır. Bu misalları verəndə tarixin əvvəlini də bilmək lazımdır, bəli. Hamısını bilmək. Ümumiyyətlə, abi, Allah Resulü Aleyhissalatu vesselam təşviq edərdi ki, insanları yedizdirin. Buradan səslənirəm, pullu, paralı, yaxşı imkanlı, xüsusilə dindarlar, yəni bahalı maşınlarda gəzənlər, geniş evlərdə olanlar. Məzərməmsi daşqalaq eləyir. Mənim ömrü boyu eləyiblər, qorxusu yoxdur. Pulu ləgənlə gəzdirənlər. Heç nə demirəm. Arada məscidlərə gedin, bir 10 nəfər adam götürün, elizi yeməyə aparın. Bu itirilmiş bir sünnətdir. Maşallah. Rasulullah sallallahu aleyhi ve sellem bir dəfə qonaqlıq verir, o qonaqlıqda 180 nəfər hidayət olur. Yəni, deyir, filan kəsi çağır, filan kəsi çağır. Yəni, İkram deyilir də buna, gözəl bir. Bir yerdə oturub çörək yemək. İnsanları ülvi edən bir yerdə oturub çörək yemək. Allah bir haramı mütləq bir halalla dəyişir. Məsələn, Allah zinanı qadağan edir, amma evliliyə əmr edir. Bəli. Amma yekunda zina da, evlilik də insani tələbatın ödənməsinə yönəlmiş bir şeydir. Amma biri halaldır, biri haramdır. Bəli. Bu İslama qədərki dövründə yaxşı yeyən, içən, süfrə adamı olan, arada dalaşan, arada biraz digər məclislərdə iştirak edənlər hidayət olandan sonra o enerjilərini İslam üçün xərcləyirlər. Ömər bin Xattabın sözü. Ömər bin Xattab, Hamza olan İslamda da. Bəli. Cahiliyyədə polad, İslamda da polad. Bəli. Məsələn, Əbdülhəmidin özü iki dövrü var Əbdülhəmidin. Bir dövrü var, yəni yaxşı cavanlıq eləyibdi. Ondan sonra ona birdən hidayət gəlib və Səlahiddin də bəs necə oldu? Səlahiddin də təqribən elə bir oğlan olubdu. Aşağı, yuxarı yaxşı oğlan olubdu. Yəni dost məclislərində iştirak edib, dost məclislərində iştirak eləmək, haram tərəflərinə çıxmaq şərti ilə insana bir passionarlıq verir. Lev Gumilov deyə bir alim var. Onun xalqların passionarlıq nəzəriyyəsinin o nə deməkdir? Passionarlıq nədir? Bunu Azərbaycan məhəllə dilində belə o bir yerdə oturamsan, qaşınırsan, belə nəsə eləmək istəyirsən deməkdir. Yəni hərəkətlilik. Hərənin 2-3 manat pulu var. Deyir ki, biri bir cəsarətli təkliflə çıxış edir ki, bəlkə gedək çörək yeyək da, məsələ. O biz dedi ki, bəlkə gedək filan yerə çıxaq, məsələ. Bir hərəkətliliyə səsləyir da bu, bir hərəkətliliyə səsləyir. Və nəyə gətirmək istəyirəm? Gətirmək istəyirəm odur ki, fitri insani mühitlərdə formalaşan adamlardan böyük atılqan liderlər çıxır. Yəni onlar böyük işlər, onlardan da bir Səlahiddindir. Yəni Nurəddin Zənginin o dərdini ötürdüyü Səlahiddin və bir məqsəd ötürürdü ona. Bir dərd ötürüb ona ki, o dərd ona ötürülüb və o da Allahın izni ilə gücsaz edildi və yaxın tariximizdə də misal verəcəyimiz elə insanlar, şəxsiyyətlər çoxdur. Nəyinsə keçmişdə baş verməsi, tarixdə baş verməsi, onun gələcəkdə baş verməsini gərəkdirmir. Yəni və burada da biz keçmişi tarixi səhvlərimizdən öyrənən millətlər yalnız onların gələcəyi olur. Mən bu bir dənə üzr istəyirəm. Bəzən yanlış anlaşılmasın.
biz məsələlərə Pokolenyamız belə biraz belə yəni söz belə etə, yəni Süleyman qardaş. Tarixi səhvlərimizi biz deyirik. Əzizim, sən onu bugün tarixi səhv kimi görürsən. Zamanında o zamana uyğun, hadisəyə uyğun, nə bilim kontekstə uyğun atılan addımdır ki, sən bugünün prizmasından yanaşırsan, deyirsən o səhvdir. Bəlkə də sən də olsaydın eyni addımı atardın. Bəlkə buna tarixi səhv deməyək, yəni Tarixi təcrübə deyil. Tarixi təcrübə deyil. Yəni tarixi səhv. Qardaş, bu yaşamış. Sən orada o qədər informasiya qıtlığı, informasiya qopuluğu var ki, və ya sənə bu elə tərənnüm olunub ki, tarixi əzizim, sən olsaydın bəlkə elə daha bərbad olardı. Yəni tarixi səhv yox, tarixi təcrübə deyil yəni. Yox, indi məsələ nədir? Mən buradan yanaşmaq istəyirəm. Bu çünki bizim aktual sualımızdır. Biz keçmişdən nəticələr çıxartmırıqsa, bizim gələcəyimiz olan məsələ. O aydındır, o aydın. İndi bunu tarixi səhv deyək, tarixi təcrübə. Çünki pozitiv təcrübələrdən biz çoxuq öyrənmirik. Çox vaxt biz səhvlərimizdən öyrənirik. Ağıllı insanlar düzdür, başqalarının səhvlərini öyrənir. İndi sual odur ki, tarix bizə nə öyrədir? Tarix bizə nə öyrədəcək abisi? Baxın, Allah rəhmət eləsin. Heydər Camal vardı. Azərbaycanlı Heydər Camal. Onun Azərbaycanlı olmağının özü böyük bir bizim üçün avantaj idi və postsovet məkanının fəlsəfə və siyasət dünyasındakı fikirlərinin belə cahanşümürlüğü da bir başqa məsələ idi. Onun bir sözü vardı. Deyirdi ki, müsəlman tarix anlayışı finalist tarix anlayışıdır. Finalist nə demək? Finalist tarix anlayışı odur ki, dünya bir axirətə doğru getdiyini öyrədir bizə tarix. Çünki dünya əbədi deyil. Əbədi deyil və axirətin məşqlərini edə gəlir dünya. Yəni bilmirəm bu fikri hazırlıq eləyir. Bəli, zaman-zaman fəlakətlər yəni bu sonla bağlı hədislər və ayətlər var da, yəni axır zaman. Zülm yayılacaq, bəli, zülm çox olacaq. Bunu ümmət dəfələrlə deyib ki, artıq sona çatmışıq. Məsələn, Monqollar gələndə. Monqollar gələndə bir çox yerlərdə ümmətin alimləri, ümmətin elitası, establishment deyil, o təzə modunu ifadə ilə deyək, müzakirə edirdilər ki, məsələ elə temalar müzakirə edirdilər ki, Monqolların gəlişindən belə xəbərlər olmadı. Sonra Monqollar gəldi, hamını yıxdı, sürüldü, sildi, apardı və o dərəcədə dəhşətlər elədilər ki, İbn Ələsir yazır ki, deyir, tək mən anam doğmazdı, mən bu günləri görmək. Və onda hamı dedi ki, aha, Yacüc, Məcüc, bunlardır deyəsən. Zat vasıfları çox yaxın. Vasıfları yaxındır. Qəfil gəldilər, dağların arxasından gəldilər, hər şeyi qurudurlar. Biz gəldik sona. Sonra tarix bizi öyrədir. Çünki hazır deyildilər. Tarix bizə öyrədir ki, müsəlman olaraq bizə öyrədir ki, axirətə doğru gedirik. İnsan olaraq biz onu öyrədir ki, axirətə qədər olduğu kimi olmasa da, amma bənzəri ilə təkrarlar olacaqdır və bununla da bir final yaşanacaq və bir axirət qopacaqdır. Bəs oradan nə öyrənməliyik? Oradan nə öyrənməliyik? Oradan ilk öncə yenə deyirəm, oradan ilk öncə biz öyrənməliyik yaşama instinktimizin təkmilləşdirilməsi və qeyri-standart situasiyalara qarşı immunitetimizin gücləndirilməsi. Həyat standartlardan ibarət deyil. Siz məsələ məşq eləyə bilərsiniz, idmançı ola bilərsiniz. Müəyyən Rüstəm Zalın bir tələbəsi olur. Ona fəndləri öyrədir. Rüstəm Zal bilirsiniz, tarixi qəhrəmandır. Sasanilərdə tarixi qəhrəmandır. Bu baş pəhlivan olur. Şahın ən yaxşı yanında belə pəhlivanı olur. Bunun şagirdi gəlir, baxır, gəlir şaha qıraqdan deyir ki, şah sağ olsun. Bu Rüstəm qutarıb da, bu qocalıbdır. Bunu mən əvəz eləyim də. Yəni mən özümün bütün priyomlarını bilirəm ha. Deyir ki, onda bir dənə şərt var. Şah dağılı adamdır da. Deyir ki, sən bu Rüstəmlə güləş. Sonra bunu biz təsdiq elə də ki, sən bunu yıx, ol baş pəhlivan. Bu da deyir də, bu mənim bütün fənləri öyrədib, mən fiziki cavanam, daha hırslıyam, Rüstəmdir də köhnə adam. Mənlikdir. Hüseyn Vazir Şofiqoğlu kimi ağzında cəmi 10 dənə dişi qalıbdır, mən bunu indi yiyəcəm. Güləşəndə birdən Rüstəm Zal buna bir interes nifəndən bunu salır altına, yıxır,
qalib olur. Altdan deyir ki, şagirdi deyir ki, sən bunu öyrətməmişdin mənə. O da deyir ki, belə kirmişdə deyir ki, bax bu günə saxlamışdım o fəndi. Yəni həyat həmişə standart deyil. Bunu öyrədir bizə qardaş. Bəli, gözəl. Bir şey biraz vaxt azdır. Yəcuc Məcüc məsələsi Said Havvanın Əl-Əsas fi Sünnə kitabında Yəcuc Məcüc haqqında çox fərqli. Hətta Babək üsyanı mı deyək, deməyəcək. Babək üçün də sırf eyni şey yanaşma oldu. Yəni ümmət belə bir görüşləri var idi ki, bu Yəcuc Məcüc elə bunlardır. Bu gün Azərbaycan gənci və yaxud da ki mühafizəkar gənc və yaxud da ki modern gənc, mən ayırmaq istəmirəm, nə öyrənməlidir? Mən tarixdə yaşananlara səhv demirəm. Bizim gəncimiz tarixdə yaşanan təcrübəni dərk etməli, mənimsəməli, bugünkü reallığı qucaqlayaraq gələcəyə getməyi bacarmalıdır. Bax, budur. Əgər biz bunu fərd olaraq, toplum olaraq eləyə bilsək, inan ki, bir çox problemlərdən qurtulmuş olacaq. Amma biz buna hazır deyilik. Yəni, bu ayrı bir məsələdir. Amma konsepsiya mənim zənnimcə bu olmalıdır. Keçmişimizi dərk eləməliyik, bugünkü reallığı mənimsəyib, gələcəyə getməliyik. Motivasiyamız da yəqin ki, bu olar. Haradan gəlib, hara gedir? Hara getdik? Mənim atam həmişə deyir ki, sərfi həmişə özündə axtar. Sərfi özündə tapsan, bir neçə addım qabaq olarsan. Bu da belə deyək də bir siyasət növüdür. İndi biz elə sizin mövzuda gəlirik ki, Rufiz müəllim, düzgün və güclü siyasət necə qurulmalıdır? O qədər qəliz sualdır ki, bu düzgün və bilirsiniz gerçəkləri bilməyək. İlk öncə bax lider çox önəmlidir. Kim nə deyir desin, bax lider məsələsi və liderdən sonra da komanda çox önəmlidir. Sən ətrafın. Mən zaten onun üçün dedim ki, dostları tanımaq. Dost deməyək yəni bu, yəni iş baxın, biz bəzən burada bir Azərbaycançılıq da var da, bir Qafqaz yanı. Bu mənim dostumdur, mənim yanımda olsun. Yox. Yanında iş bilən olsun. İşin əhli olsun. Əgər sən buna mühafizəkar, dindar kimi yanaşacaqsansa, məsələn, sənə bir layihə eləsə, o layihəni gətirib, nə bilim, qardaşın oğlunu qoyacaqsan, amma qardaşın oğlunun o haqda vizyonu yoxsa, sən əmanətə xəyanət etmişsən. İşi bilənə təhvil verəcəksən. Bugün hər şey də elədir. İş görürsən, gətirirlər sənin başına. Mediadan, məsələn, örnək deyirəm, gətirib birini qoyur, anlayışı yoxdur. Və yaxud da ki, məsələn, tarix haqqında bir komissiya yaradılır. Örnək, misal, xəyali örnəklərdir. Gətirir orada məsəl üçün, məni rəhbər qoyur ki, sən bunları, əzizim, bu mənim ixtisasım deyil. Bütün siyasətin məğzi ilk növbədə insanın özünü qoruma instinkti, dövlətin özünü qoruma instinkti olduğu kimi bilirsiniz, bunlar olmalıdır. Yanlış anlaşılmasın, ilk növbədə ayaqda qalmağı bacarmaq lazım. Sənin bütün siyasətin, sənin bütün addımların, istər dövlət olaraq, o olaraq, bu olaraq ilk növbədə mənim vətəndaşım, mən olmalıdır. Ondan sonra qonşu, ondan sonra o, ondan sonra bu. Yəni ilk növbədə sən ayaqda qala bilməsən və ayaqda qala bilmək üçün siyasət yürütməsən, sən yox. Güclü olmasan zəifə kömək eləməsən də belə deyil. Nəinki güclü olmasan zəifə kömək eləməyəcəksən. Sən güclü olmaq üçün müəyyən siyasət yürütməlisən və ilk siyasətində sənin ayaqda qalmağın üçün olan siyasət olmalıdır. Amma ümumilikdə ayaqda qalmaq, dövlət olma, dövlət üçün bu çox önəmlidir düşüncəsində. Azər müəllim, qəşəng. Belə deyim, Əli Rəcəllah Anxunun bir gözəl sözü var ki, dostunla elə dostluq et ki, bir gün sənin düşmənin ola bilər. Düşmənlə də elə düşmənlik et ki, bir gün sənin dostun ola bilər. Ona görə həm dostluqda, həm düşmənçilikdə doğru siyasət seçmək lazımdır. İndi sual da eyni sualdır ki, düzgün və güclü siyasəti necə quraq? Sizin düşüncələriniz, amma belə deyək də açar sözlərlə, açar cümlələrlə deyək ki, dinləyən sadə insanlar da öz şəxsi həyatlarından və yaxud işlərində və yaxud böyük bir qurumlar da öz siyasətlərini düzgün qursunlar. Onsuz da, yəni bilirsiniz də mən daha çox adi misallar üzərində danışmağı xoşlayan adamam. Ona görə Əli radiyallahu anh dua ilə anıram. Atanızı xatırladınız, atanıza da salam deyərsiniz bizdən elə efirdən istifadə edərək. Yəni valideynlər həqiqətən bizim baş tacımızdır. Bunu da xüsusilə fürsətdən istifadə edib arada belə evdə belə gəzən oğlanlara deyirəm ki, elə eləməyin. Onlar sizin cənnətinizdir və çalışın onlarla yaxşı rəftar eləyin. Niyə görə? Çünki bəzən o qatar gedəndən sonra onu tapmaya bilərsiniz. Allah onların razılığını qazanmaq hamımıza nəsib eləsin. Bəli. İkinci məsələ, düzgün siyasət. Bax, əziz qardaşım, hər bir adam siyasət yürüdür. Misal,
Aylıq maaşı 500 manat olan, evində məsələ 3 uşağı olan, kirayədə qalan bir adam ona uyğun siyasət yürüdür. Aylıq maaşı olmayan, amma arada ləgənlə qıraqdan ona dəstək verilən, heç bir sosial problemləri olmayan, dərdi olmayan, heç uşaqlarının sayını da belə doğru dürüst bilməyən, uşaqların harada olub olmadığını da doğru dürüst bilməyən adam da başqa siyasət yürüdür. Daim aqressiv qonşularla əhatə olunmuş bir insan başqa siyasət. Məsələn, qonşun ola bilər ki, sənin yaxşı qonşuların var məsələ. Qonşun da ola bilər ki, bloka çıxanda sənə belə qəribə baxır, belə sən də ona qəribə baxırsan, deyirsən, ay Allah, bunun axırı nə olacaq? O mühitdə olan insan başqa siyasət yürüdür. Vəziyyətə uyğun siyasətdir. Məsələn, Şüeyb əleyhissalamı onun tayfası niyə incidə bilmiş? Ayətdən çıxış eləyərək deyə bilər ki, ona deyirək ki, sənin tayfan olmasaydı biz səni cəzalandırardıq. Qohumatı çox olan adam başqa siyasət yürüdür. Yəni məsələ, mən tək uşaq olmuşam balaca vaxt və kimlə balaca vaxtı mən əsasən döyülərdim. Bu praktikamda daha çox belə olubdu. Yəni siz ona uyğun siyasət qururdunuz da onda. Onda yadıma, amma nadirən kimisə olardı da nadirən, çox nadir özüm də təəccüblənərdim. Gedib evdə özümə baxardım güzgüdə ki, bunu mən beləmişəm. Kimisə üstələsəm, həmişə üstümə onun böyük qardaşı gələrdi. Amma məni məsələ çox vaxtı döydüklərinə görə və mən də bir dəfə hətta 11-ci sinifdə oxuduğum zaman bir nəfər, indi çox yaxşı münasibətlərimiz var, onu buradan salamlayıram. Qarşılıqlı səmiyyət şəraitində birinci biz onları döymüşdük, sonra bunlar məni nətər döymüşdülərsə. O deyir çəkişməsən bəlkə. Bəli, oradan salamlayıram o qardaş da. Özümə baxanda qorxurdum. Mən düşündüm ki, mən məsələ hamı kimisə aparır, mən kimi aparım. Və məndə belə bir instinkt yarandı ki, mən çox dostbaz bir insanam. Yəni, dostlarımı sevən bir insanam və həyatda Allahdan sonra hətta qohumlarımın qarşısında belə mənim həmişə yanımda olan insanlar dostlarım olubdur. Və mən düşündüm ki, çox geniş dost yelpazəsinə malik olmaq lazımdır. Yəni, çox geniş, niyə? Qardaşın, bacının olmamasının kompensasiya eləyən başqa bir alternativ tapmaq lazım. Dost sevər bir adam olmaq lazımdır. Doğma qardaşın olmasa da doğma olmayan bir qardaş tapmaq. Məsələn, mənim bir uşaqlıq dostum var. Onun məsələn mənə görə başı Alp dağlarını xatırladır. Çünki məni həmişə hardasa döyəndə mən onu çağırırdım. O yazığın da başına o qədər zərbələr dəyib mənə görə. İndi də dostluğumuzu davam edirik. Bir yerdə də həcdə olmuşuq. Maşallah. Elhamdülillah. İndi siyasət, doğru siyasət nədir? Doğru siyasət imkanlarına və gücünə görə davrana bilməkdir. Məsələ, Yasir radiyallahu anh, Ammar bin Yasir radiyallahu anh işgəncəyə məruz qalanda Rasulullah sallallahu aleyhi ve sellem onların yanından keçəndə yalnız bir söz deyirdi ki, səbr edin ey Yasir ailəsi. Dünyanın ən qeyrətli adamı Rasulullah sallallahu aleyhi ve sellemdir. Ən igid adamı Rasulullah sallallahu aleyhi ve sellemdir. Ən nümunə alması adamı da Rasulullah sallallahu aleyhi ve sellemdir. Ən düzgün siyasət eləyən də Allah Rasulü sallallahu aleyhi ve sellem. Məsələ, bugün bəzi müsəlmanlar hansısa səbəbdən başqa bir müsəlmana bu və ya digər şəkildə kömək eləyə bilməyən insanları qınayanda o olaya xatırlasınlar. Rasulullah sallallahu aleyhi ve sellem o zaman daha böyük prioritetləri vardı və Yasir ailəsinə ancaq onu dedi ki, səbr edin ey Yasir ailəsi. Fəinnə məvvədukumul cənnə. Bəli. Həqiqətən səvəd ondan cənnətdir. İndi amma Rasulullah sallallahu aleyhi ve sellem həm də amma artıq bir Mədinə İslam dövlətinin rəhbəridir və müsəlmanlar, bütün yaxşı olanlar bir yerdə yığışıb gedirlər Məkkəni ziyarət etməyə. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, sağ çiyinlərinizi orada açın deyir. Ki gücünüzü görsünlər. Gücünüzü görsünlər. Çox sağ olun, həqiqətən. Allah razı çox dəyərli fikirlərinizə görə. Ümumiyyətlə biz belə deyək, həm dostlarımızı, həm düşmənlərimizi anlamalıyıq və belə deyək də onlar bizə nəsə öyrədir. Xüsusən də düşmənlərimiz bizə nəsə öyrədir, mən elə düşünürəm və bundan da nəticə çıxartmalıyıq. Siz dediyiniz kimi adaptasiya etməliyik bugünkü reallığa. Əlimizdə olan vəziyyətləri bilməliyik.
özümüzün gücümüzü, qüvvətimizi düzgün dəyərləndirməliyik ki, istədiyimiz ali hədəflərə çataq. Düşünürəm ki, bugünkü mövzumuz çox maraqlı oldu. Allah razı olsun. Assalamu aleykum və rahmetullahi və barakatuhu. Aleykümselam və rahmetullahi və barakatuhu. Elhamdülillah.